Ya Allah, xoş gördüm hər birinizi. Ev sahibi deyir ki, Rifət, mənim evimi alanlar gəlsinlər, arxitektor gətirsinlər, prorab gətirsinlər. Evimə cavab deyəm. Amma mən deyirəm ki, bu sözlərə inanmayın. Həqiqətən də gətirin, evlərinizi yoxlatmamış almayın. Dəyərli izləyicilərimiz, bu gördüyünüz ev 6,5 sotun içində yerləşir. Maşın saxlaya biləcəyimiz yeri, zəhmət olmasa kameramız görsətsin. Bayır tərəfdə də 2 maşınlıq parkovkası var. Da küçəsini saymıram. Nə qədər qonağınız gəlsə maşın saxlaya biləcəyiniz yeri çoxdur. Evin ətrafını qey şəkilli formada fırlanmaq olur. Məncə kifayət qədər meşəliyi var. Bəs eləyər bu. Burada da qarşı tərəfində 10 metr uzunluğunda, 4 metr enində, 1,60 dərinliyində istməli dənizi, belə deyək. Gəldik besetkamıza. Besetkamız isti döşəməlidir. 40 kvadrat metr sahəsi var. Daxilində sanitar qovşağı var. Bunu da göstərim. Evimiz tam əşyalıdır. Qiymət bilirsiniz nə qədərdir? 695 min manat. Start dedim bu evin qiymətini. 300 kvadrat metr sahəsi var. Gəl buradan gedək, evin əsas girişindən keçək, baxaq. Güllər solub. Baxın, evləri alanda nələrə fikir verməlisiniz. Fikir verin, pimapen deyil. Sonra, evin üzü keramogranitlə üzlənilib. Bunlar hamısı şərtdir, qardaş. Bunlar pul deməkdir. Ya Allah, maşallah, maşallah. Necə gözəl bir ab-hava var. Allah hər birinizə, mənim millətimin, xalqımın hamısına bax, belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Zal, əla. Əllərinizə sağlıq, qardaş. Çox gözəldir. Tavanın hündürlüyü 3,40-dır. Bu arada evdə divar kağızıdır. Üstündə boyadan istifadə ediblər. Bəzi yerlərdə taxta teksturalardan istifadə ediblər. Gəl mətbəxini də göstərək. Mətbəxində toy elə. Ha? O mətbəx də böyükdür. O lap böyükdür. 2 dənə mətbəx var. Vallahi toy eləməli evdir. Allah hər birimizin evində toy qismət eləsin. Burada da kamera sistemi. Niyə gəldik, girdik bura? İndi gedək. Yavaş-yavaş gəzirik. Burada bir dənə də çamaşırxana olmalıdır. Mən onu tapmağa çalışıram. Dadaş yoxdur. Dadaşa deyərik, bir dənə çamaşırxananı tapsın, bizə göstərsin. Mən çünki evi gəzməmişəm. Yəqin ki, qabağıma çıxacaq. Qəşəngdir də, qardaş. Tam əşyalı evdir. Valla o əşya seçməkdir, falandır. Rəngləri uyğunlaşdırmaq özü bir böyük bir vaxt tələb edir. Burada da dolabı, qapıların rəngləri də qəşəngdir. Burada evin ümumi sanitar qovşağı. 150 kvadrat 1-ci mərtəbədir, 150 kvadrat 2-ci mərtəbədir. İndi getdik 2-ci mərtəbədə görüşərik. Sağ olun. Gəldik 2-ci mərtəbəmizə. O dediyim çamaşırxananı da tapmışam. İndi göstərəcəm sizlərə. Burada bir dənə yataq otağı və özünün sanitar qovşağı. Ümumilikdə evimizdə 4 yataq otağı var. Birini göstərdim sizlərə. Hər bir yataq otağında da belə gözəl qardıroblar yığılıb. Evimiz ümumilikdə tam isti döşəməlidir. Yəni yataq otaqları belə, radiator falan yoxdur. Tam isti döşəməlidir. Bu da bir yataq otağı. Bu da gözəldir. Aynur xanım da bəyəndi. Siz də bəyəndinizsə, mənim gözəl millətim, orada like düyməsinə toxunun. Baxın, qapı, hebeşəbə deyirlər də buna, hə? Nəysə elə bir şey deyirlər. Burada balkonu. Daimi yaşaya bilərsiniz. Mərdəkanda biz belə deyirik də, İbo market, nə bilim, qala yolunun üstü. Amma Mərdəkandır sənətdə. Gəlin indi sizlərə sonuncu yataq otağını göstərim. Özünün dolabı sonuncudur. O birləri çəkməmişik, çəkmişik. Onu da çəkərik də, nə olacaq? Burada özümüz də o qədər evlər çəkmişik ki, özümüz də yorulmuşuq. Burada da gördüyünüz kimi yataq dəsti və yenə də bu yataq otağında öz balkonu var. Çəkmişik, oranın balkonu da çəkmişik. Çəkmişik. Burada sanitar qovşağı. Balkona çıxanda yadıma düşdü ki, oradan balkonu çəkmişik. Gəl.
Burada da dəyərli izləyicilərimiz o bayaqdan axtardığım çamaşırxana. Uşaqlar paltarlarını gətirir, atır bura. Allah analarımızın can sağlığı versin, ölənlərimizə rəhmət olsun. Onlar da burada bizim paltarlarımızı yuyub ütüləyirlər. Özünüzdə müğayət olun. Allah ruzunuzu bol, canınızı sağ eləsin. Hər biri bizə belə gözəl evlərdə yaşamaq qismət olsun inşallah. Özünüzdən müğayət olun. Like düyməsinə toxunmamısan qardaşım. Ona da bir dənə toxunun. Abunə olun. İnşallah görüşmək ümidi ilə. Hələlik.